Hörmətli mənim xalqım, mənim şanlı xalqım, mənim zəfər xalqım. Bugün 20 yanvar günüdür. Düz 35 il bundan qabaq biz öz şanlı, zəfərli tariximizdə bir səhifəni çevirdik. Amma bu səhifə bizə çox baxa-başa gəldi. 131 bizim sakinimiz amansızcəsinə güllələndi. Güllələndi Sovet ordusu tərəfindən. Güllələndi Rusiya imperiyası tərəfindən. Həmən gün getsin bir də gəlməsin. Mən o günü bax bugünkü kimi o qədər belə yaxın xatırlayıram ki, sanki bu dünən olub. Mən onda nə uşaq idim, nə böyük idim, artıq yeniyetmə idim. Amma o günün demək olar ki, hər anı mənim yadımdadır. Birinci mənim yadımda odur ki, biz belə çaşqınlığa düşdük bu atışmaları eşidəndə. Bir dənə də sizə yadımda olan bir məsələni danışım. İndi cavanıq da, o vaxtı cavan idik, daha doğrusu indi artıq da cavan deyilik. Mənim yadımdadır ki, mən bir dostumla demək olar ki, ağılsızlıq elədim. Getdik bizim binamızın damına dırmaşdıq və damın böyründən başladıq müşahidə eləməyə. Necə bax bu 20 nömrəli məktəbin də qabağından. Çünki tankların bir hissəsi buradan da keçdi. Bunlar gedirdi. Biz uşaq idik, yəni ki də başa düşmürdük. Ağlımız o qədər də kesmirdi ki, bu nə baş verir. Bizi gördülər damda və bizim üstümüzə atəş açdılar. Bax, indiyənə kimi mənim yadımdadır ki, o güllələr, düz belə qulağımın yanından onun keçməyi. Hətta o güllələrin arasında indi bilənlər biləcək də trasiruющий patron deyirlər ona. Trasiruющий puli arxa tərəfindən bax belə feyerverk kimi atəş saçan həmən o güllədən biri o damların üstündə qır yaxırdılar da. Belə kubik var idi. Gəlib girmişdi düzünün yanına. Arxa tərəfindən də bax belə o trasiruющий patronun atəşi saçırdı. Çox gözəl, aydın mənim yadımdadır bax bu. Neysə biz başımızı onda saldıq aşağı bir təhər belə Poplastunski təzdən getdik o damın çıxan yerinə, düşdük, getdik. Bizim dalımızca gələn olmadı. Qaçdıq, qorxu getdik, girdik evimizə, eşiyimizə. Sonra həmən günün sabahı mənim yadımdadır. Hələ bax həyətdə idim, məhəllədə idim. Daha doğrusu yox, evdə idim. Balkondan baxırdım. Bir də gördüm həyətin içinə girdilər. Yekə bir dənə qaz 66 girdi. İçindən düşdülər əskərlər. Avtomatik odlu silahlarla və hətta mən onda fikirləşdim ki, bizim dalımızca gəliblər. Amma elə çıxdı ki, yox. Sən demə, o zaman Etibar Məmmədov var idi, bir nəsə Milli İstiqlal Partiyası idi, nə idi onun sədri. Onun qardaşı da bizim həyətdə qalırdı, Eldar. Deyəsən, onlar gəlmişdilər Etibarı Eldarın evindən aparmağa. O mənim yadımdadır. Sonra mənim yadımdadır, onda bir video kaset çıxdı. Onda video magnetofonlar dövrü idi də. Bizdə də evdə var idi. Bir rəhmətli qonşum var idi, Pərviz. Getirdi o kaseti verdi mənə. Yəni o dəhşətləri o vaxta kimi biz ancaq belə ucuz kinolarda görmüşdük də, bildiyinizdə qorxulu kinolar. Yəni o dəhşətlər hamısı lentə alınmışdı. Yəni mən 13-14 yaşım var idi onda. Yadımdadır ki, biz oturub ona baxandan sonra biz şok bir hissi keçirdik. Neysə, bu olmalı idi. Görünür, bu azadlığın, müstəqilliyin bədəli imiş. Yəni bu artıq olub. Biz azadlıq elə bir uğrunda çox böyük bir bədəl ödədik, qiymət verdik. Yəni heç cür biz keçmişə qayıdıb bunu biz yox eləyə bilmərik. Amma bu həmişəlik qaldı bizim yaddaşımızda. Yəni bu bir də sübut oldu ki, bizim qonşuda olan imperiya hər bir neçə ildən bir biz tarixə baxsaq, görəcəyik ki, bu imperiya bizə təcavüz edib. Çox ümidvaram ki, qoy bu bunun sonuncu təcavüzü olsun. Allah şəhidlərimizə rəhmət eləsin.
qəlbdən qəlbə.